Herkese salam, kanalıma hoş gelmişsiniz. Tanınmış jurnalist Pərviz sosyal medya hesabında doğum günündən yepyeni görüntülər paylaşıb. Doğum günündə möhtəşəm anlar yaşanıb. Müğənni Aysun İsmailova, blogger Ülvi Fatimə cütlüyü və bir çox sənətçilər iştirak edib. Video görüntülərdə xalq artisti Aygün Kazımova da yer alıb. Həmin görüntüləri sizlərə təqdim edirəm. Videonu izləyib xoş sözlərinizi yazıb dəstək olmaq üçün kanalımıza abunə olmağı unutmayın. Bugün onun günüdür. Bu çıkış, bu hazırlık hamısı Pərvizin şərəfinədir, bizim əziz dostumuz. Və mən istəyirəm ki, hal-hazırda, yəni səbəbkar olaraq özü bir neçə söz desin. Herkese salamlayıram, akşamınız xeyir olsun. Çok sağ olun ki bugün yanındasınız. Düzü kövrək notlara toxunmaq istəmirəm, amma mən Bərdədən Bakıya gələndə sadece düşünürdüm ki arzum idi ki mən də olsa metroya mineyim. Ama bugün mənim ətrafımda o kadar değerli insanlar var ki hamınıza çok teşekkür edirəm. Çünkü işbirliği olduğum insanlar var, dostlarım var, mütəmadi olarak çalıştığımız insanlar var. Orada mənim çok değerli aile üzvlərim, qohumlarım var. Hamısını sağlayıram. Çok sağ olun bugün. Al sonra üstüme dallar sevilir yerlese. Küsmek ayrılmak yoktur. Sağ olun ki bugün yanındasınız. Düzü kövrək notlara toxunmaq istəmirəm, amma mən Bərdədən Bakıya gələndə sadece düşünürdüm ki arzum idi ki mən də olsa metroya mineyim. Ama bugün mənim ətrafımda o kadar değerli insanlar var ki hamınıza çok teşekkür edirəm. Çünkü işbirliği olduğum insanlar var. Dostlarım var, mütəmadi olarak çalıştığımız insanlar var. Burada mənim çok değerli aile üzvlərim, qohumlarım var. Hamısını salamlayıram. Çok sağ olun ki bugün yanımdasınız. Hamınıza